izləyicilər, hər birinizi Xonçadan Söhbətlər verilişinin ilk buraxılışında xoş gördük. Mən Zərifə Əsgərzadə. Həm söhbətim Rəna xanım. Rəna xanım, xoş gördük. Necəsiz? Çox sağ olun, yaxşıyam. Siz necəsiniz? Təşəkkürlər. Rəna xanım, özünüz haqqında məlumat verərsiniz, zəhmət olmasa. Mən Rəna Alkan və 41 ildir ki, bu sahədəyim. Hal-hazırda Xonça fabrikinin istehsalat departamentinin rəhbəriyəm. Və Azərbaycandan İsveçrə Akademiyasının şokolad səfiriyəm. Rəna xanım, bu layihəni həyata keçirməkdəki məqsədiniz nədir? Sizə həm Xonçadan, həm Xonçada sandıqda qalan şirin hekayələri haqqında danışmaq istəyirdim. Həmçinin cəmiyyətə və gənc həmkarlarımla bu sirlərimlə paylaşmaq istəyərdim. Çünki 41 ildə əldə etdiyim bu faktları insanlarla bölüşəndə çox maraqlı bir reaksiya malik olurlar və bu da mənə çox xoş gəlir. Azərbaycan kulinariya tarixində yeni bir üslubda təqdim etmək istəyərdim. Rəna xanım, xatırlayırsınızsa bir neçə həftə öncə burada sizinlə bir görüşümüz olmuşdu. Qızınız Qədər xanımla bizimlə birlikdə idi və bir neçə dostlarımızın əhatəsində sizinlə söhbətləşmişdik və spontan bir şəkildə bu görüşü dostlarımız kameraya qeydə almışdılar və çox maraqlı bir söhbət olduğu üçün sonradan nəzərə aldıq ki, əslində bunu bir layihə şəklində yenidən ortaya çıxartsaq, çox maraqlı bir iş ərsəyə gələr. Bəli, elə çıxış nöqtəsi siz qeyd etdiyiniz kimi məhz burada yarandı və kiçik bir hekayə danışdıqdan sonra sizlərin də bir gözəl reaksiyavız oldu və bu da mənə təkan verdi ki, bu layihəni başlayaq. Çünki gənclər dedilər ki, gəlin bunu əbədiləşdirək, necə də maraqlıdır. Qeyd etdiyim gün siz də oradaydınız və bu mənə təkan verdi ki, bu layihəni başlayaq və Xonçadan 1001 şirin hekayələri və nağılları Şahrizaddan deyil, bəs məndən dinləyin. Bizim üçün də çox xoş oldu sizin təcrübələrinizi dinləmək. Çünki hekayələri bilən bir insanın, bir professionalın dilindən dinləmək hər zaman daha maraqlıdır və məlumatların doğruluğundan da şübhə eləmirik bu şəkildə. Səmimi qəlbdən bütün sirlərimi sizlə paylaşacağım təbii ki. Rəna xanım, bildiyimiz qədərilə sizin 41 illik təcrübəniz var bu sektorda. Bəli, çox uzun görünür. Amma sizə də bir şey etiraf edim, bir balaca bir sir açım ki, artıq mən rəsmi olmayan bir məktəbəm. Çünki Azərbaycanda və şəhərimizdə peşəkar, məşhur qənnatçılar mütləq ki, mənim məktəbimin tələbələri olub və onların hal-hazırda karyeralarında mənim də balaca bir imzam var və mən bu bəhrələrimlə çox fəxr edirəm. Rəna xanım, bugünkü buraxılışımızda şirniyyatların və şəkərli məmulatların tarixi haqqında danışacağıq. Şəkər mövzusu çox gözəl və şirin bir mövzudur və düşünürəm ki, hər kəs üçün maraqlı olar və bugünkü bizim söhbətimizdən böyük bir məlumatlar əldə edəcəklər. İlk şirniyyata təbii ki, bir tarix vermək mümkün deyil, çünki bu çox uzaqlara, qədimlərə dayanır və ilkin insanların şirin vərdişlərinə dayanır. İbtidai insanların ilk təbiətdən aldığı şirin qida bal sayılır. Təbii ki, bal sayılır və bu kəşflə şirniyyat tarixini tamamilə bütün seyrini dəyişir. İbtidai insanlar təbiətdən balları pətəklərdən, ağaclardan və mağaralardan toplayırdılar. Qədim Misir mədəniyyətin tövhələrindən biri təbii ki, bal və arıcılıqdır. Hətta deyə bilərik ki, tort anlayışı da məhz Misirdən bizə gəlib çatır. Fironun tanrılığını qeyd edən zamanlar unla su qarışdırıb xəmir hazırlayırdılar, lavaş hazırlayırdılar və aralarına bal və quru meyvə səpməklə bunlar artıq ən sadə, düzdür, indiki müasir tortlardan çox fərqlənir, amma tam sadə bir versiyada tort yaradırdılar.
Bildiyimiz qədərilə ümumiyyətlə Misir sivilizasiyasında bal sadəcə şirniyyatlarda yox, təbii ki, mumiyalama prosesində də istifadə olunurdu, xalq təbabətində də istifadə olunurdu. Yəni balın dəyəri sadəcə şirniyyatla ölçülmürdü. Bəli. Hətta arxeoloji qazıntı zamanları fironların məzarlarında bal da tapılıb. Çünki onların o biri dünyada həyatını şirin etmək üçün bal da məzara qoyurdular. Digər dünyaya səyahətlərdə onların yanında bir kömək vasitəsi kimi də bal qoyulurdu. Hətta bildiyim qədərilə bu yaxınlarda bir arxeoloji qazıntılar nəticəsində də bal tapmışdılar küpdə və hətta deyilənə görə bu bal indi də yeməyə yaralı bir vəziyyətdədir. İlk yazılı reseptlər isə Mezopotamiyada daş tabletlərin üzərində görünür və bu eradan əvvəl 2000-ci illərə dayanır və demək reseptlərdə bal, un və xurma idi və bu müasir dövrümüzdə nəyə ekvivalentdir? Nəyə ekvivalent? Enerji toplarına ekvivalentdir, bənzəyir. İlkin şəkərin istifadəsi isə məhz Hindistanda eradan əvvəl 1500-1000-ci illərdə əkib becərməklə başlayır. Sonradan isə şəkər çuğunduru şəkər qamışını əvəz etməyə başlayır. Makedoniyalı İskəndərin bildiyim qədərilə Hindistana etdiyi səfərdə şəkər qamışını generallar tərəfindən kəşf etməsi və buna necə deyirdilər? Makedoniyalı İskəndərin ordusu Hindistan torpağına qədəm basanda çoxlu möcüzələrin içində bir şey də onun diqqətini cəlb elədi. Hindlilər şirin, ərəngli, xoş belə bir bitki mi deyimmi yeyirdilər. Sonradan Makedoniyalı İskəndərin silahdaşlardan biri yazırdı ki, Hindistanda arılar olmadan bal verən bir bitki var. Bu da şəkər qamışıdır. Makedoniyalı İskəndərin də Yunan əsilli olduğunu nəzərə alsaq, biz buradan məncə Yunan sivilizasiyasına keçid edə bilərik. Bəli. İndi isə qədim Yunanistan sivilizasiyasından bizə qalan pasteldən olan bir şirniyyatdan danışaq. İndiki bildiyimiz krokan və ya küncütlü halvadır. Yüngülvari küncütü qovururdular və balla qaynayan qazanda bir məhlul hazırlayırdılar. Sonradan bıçaqla doğrayıb soyuduqdan sonra basmaqla bacardığı qədər nazik bir şirniyyat hazırlayırdılar. Və bu şirniyyatların indi müasir adı nə ola bilir sizcə? Protein barlarıdır və olimpiyadalarda idmançılara paylanırdı. Niyə? Çünki enerji verirdi. Hətta uzun səyahətlərdə də özlərindən götürürdülər. Çünki uzun yolda tab gətirən, xarab olmayan bir qida sayılırdı. Rəna xanım, sizdən öyrəndiyim maraqlı faktlardan biri də bu idi ki, cheesecake əslində bir çoxlarının bildiyinin əksinə Amerika tarixli, Amerika mənbəli deyil. Bəli, qədim Romada bir şirniyyat hazırlayırdılar. Adı da libum idi. Bugünkü müasir cheesecake-ə bənzər bir şirniyyatdır. İlk əvvəl əvəng dəstədə pendirlə un qarışdırılırdı. Sonradan gil qablarda üstünə və altına üzüm yarpaqları düzərək közlənmiş bir ocaqda hazırlayırdılar. Sonra isə baldan şərbət hazırlayıb onu dadlandırırdılar. Böyük ehtimalla elə bu ən böyük səbəbdir ki, hal-hazırda da pendir əsaslı şirniyyatların bir çoxu İtaliya bölgəsində çox məşhurdur. Bəli, İtaliya bölgəsində çox məşhurdur. Hətta sizə onu da söyləyim ki, hələ də Romada bu üsulla həmən bu libum şirniyyatı hazırlayıb satırlar. Adı da qədim Romanın ballı cheesecake-idir. Təəssüf ki, biz bu müəllifini tanımırıq, amma ağız dadına nə qədər bizə bənzədiyi, biz onu etiraf edərik. Hətta sizə onu da çatdırım ki, Marcus Cato və ya Böyük Cato adıyla tanınan bir əskər əl kitabında eradan əvvəl 160-cı ildə libumun haqqında orada bir məlumat verir.
Bütün bunları bilməyimizin əsas böyük səbəbi də böyük ehtimalla antik Roma dövründən dövrümüzə yazıların gəlib çıxmağı. Bəli. İndi isə şirniyyat tarixini dəyişdirən və buna yeni bir yön verən ölkəyə gedək, Hindistana. Bəli. Hindistanlılar şirniyyat hazırlayırdılar. Adı lado ya labo, yəni kiçik toplar deməkdir. Bildiyiniz bal şəkəri əvəz edirdi əvvəllər. Ghee yağı və noxud unla qarışdıraraq bir xəmir əldə edirdilər. Bu da biz bildiyimiz, düşünürəm ki, halvadır. Sonradan isə kiçik toplar hazırlayırdılar və bu şirniyyatı dini və xüsusi günlərdə servis edilirdi. Şəkər qamışının istifadəsi barədə eramızdan əvvəl 8-ci əsrdə Çində bir yazılı mənbə var. George Marston Rolfe'un Something About Sugar, şəkər haqqında bəzi şeylər deyə bir kitab var. Bəli, və Çinlilər artıq Hindistandan gələn şəkərlə tanış idilər və istifadə edirdilər. Hindistanlılar şəkər qamışını xam halda istifadə edirdilər və ya şəkər qamışını su ilə qarışdırıb şərbət kimi istifadə edirdilər. Rəna xanım, mən bildiyim qədərilə şəkərin saflaşdırılma metodu tamamilə təsadüfi bir şəkildə tapılır. Tam sizinlə razıyam. Demək, Hindistanlılar şəkər qamışını qaynadıqdan sonra, şərbəti saxladıqdan sonra kəşf edirlər ki, şəkər nə olur? Kristallaşır. Bu tam kristallanmış şəkər sayıla bilər, amma refining, yəni rafinə olunmayan bir şəkərdir. Çünki çirkli idi və qəhvəyi idi. Lakin bizim indiki dövrdə istifadə etdiyimiz şəkər tozunun ilk versiyası kimi nəzərdən keçirilə bilər. Bu ilk kristallaşmış incə şəkər versiyası sayıla bilər. Sonradan isə bu kəşf Çindən Persiya torpaqlarına və Haçlı səfərləri ilə Avropaya yayılır. Bildiyimiz qədərilə şərq mədəniyyəti barədə ən ətraflı məlumatları biz Marco Polo'nun səyahətnamələrindən öyrənirik. Və Marco Polo yazır ki, şəkərin saflaşdırılması metodunu əslində Çinlilər Misirli səyyahlardan öyrəniblər. Bəli, ilk saflaşdırılmış şəkər harda olur sizcə? Misirdə. Misirdə və Suriyada. Təbii ki. İlk dəfə şəkəri saflaşdırırlar nə ilə? Kirəclə və yumurtanın ağı ilə. İlk indi bizə bənzədiyimiz şəkəri onlar əldə edirlər. Bu da İslam dövlətlərinə aiddir. Orta dövrlərdə ən yaxşı şəkər Misirdən gəlirdi və hal-hazırda Hindistanda sərt qəndə Çin şəkəri deyirlər, incə isə Misir şəkəri deyirlər. Şəkərin kristallaşmasına aid ilk mənbələr də Persiyaya gedib çıxır, düzdür? Bəli. Bizans imperatoru Heraklius 657-ci ildə Persiyanın Dastagerd sarayını talan etdikdə qənimətlərdən də biri sərtləşmiş bir şəkərə də rast gəlir və bu barədə məlumatı da biz mənbələrdən əldə edirik. Şəkər mövzusunda ən böyük inqilab da Çulundurda saxarozanın kəşfi ilə başlayır. Bəli, tam doğrudur. Şəkər başqa bir inqilab da yaşayır. O da 1746-cı ildə Andreas Margraf kəşf edir ki, Çulundurun tərkibində saxaroza var və bu barədə Berlin Elmlər Akademiyasına məlumat verir. Yəni bu inqilabda almanların rolu böyükdür. Çox böyükdür, bəli. Tam şəkər qamışına bir alternativ olaraq bu kəşfdir. Şəkər Çulundurun vətəni tam bəlli olmasa da, Orta və Şimali Aziyada və Şimali Avropada yabani şəkildə bitir. Rəna xanım, əslində fransız bir alim qırmızı çulundurdan şəkər siropunu əldə eləyir, amma bu barədə heç kimdən bölüşmür fikirlərini. 16-cı əsrdə Olivier de Serres çulunduru qaynadıqda qırmızı şirin bir şərbətə malik olur, amma bunun haqqında heç bir yerə xəbər vermir. Və o zaman da şəkər qamışı daha şirin, daha yaxşı olduğu üçün heç kəs bu fikrə də önəm vermir. Bəli. Sonrada isə onun sələfləri laboratoriyada ağ çulundurdan saxaroza əldə edirlər. 1801-ci ildə Karl Arşard Polşada
bir şəkər fabrikası açır və şəkərin istehsalına başlayırlar. Bu da şəkərin ikinci inqilabı bununla tamamlanır. Elə məhz buna görədir ki, Polşa hal-hazırda Avropada, Almaniya və Fransadan sonra şəkər istehsalında 3-cü, dünyada isə 5-ci yerdədir. Bu rəqabətin məğzi nədədir? Bu rəqabətin kökü Napoleonun zəfərlər dövründə başlayır. İngiltərə Avropaya embargo qoyur və bununla Avropada şəkərə defisit yaranır. Napoleon şəkər fabrikasına investisiya qoymaqla şəkər qamışına alternativ olaraq ağ şəkər çuğunduru istehsal edir və beləliklə bu defisit aradan qalıb problem həll tapır. Rəna xanım, biz şəkərin tarixindən bu qədər danışdıq. Bəli. Ortalama 6000 ilə yaxın tarixi var. Amma bütün bunlara baxmayaraq 16-cı, 17-ci əsrlərə təsadüf olunur. Bəli. Bizim hal-hazırda yediyimiz müasir şirniyyatların keçmişi. 16-17-ci əsrdə, amma kütləvi şəkildə istehsal olunur şəkər 19-cu, 20-ci əsrlərdə. Hələ 2 əsr bizə vaxt lazım olur. Bunun əsas səbəblərindən biri nə yolla olursa olsun şəkər baha olur. Bunun o vaxtı dövrün logistika zəifliyində şəkərə artıq bir dəyər də qatırdı və çox bahalı olduğu üçün. Və bugünkü gündə demək olar ki, bizim stolumuz masanın üzərində olan şirniyyatlar məhz faraonların masalarından və ya kralların masalarından bizə bir hədiyyədir. Şəkərin logistikasının bu qədər bahalı olması da əslində buna gətirib çıxarır ki, müasir şirniyyatların bir çoxu Avropada kral saraylarında ortaya çıxır. Bəli. Şəkər qeyd etdiyim kimi əlçatmaz olurdu. Əsas da sivil xalq üçün. Və şəkəri ancaq istifadə edirdilər kimlər? Zadəganlar və saray təbəqəli insanlar. Və şirniyyatlar da məhz onların damaq dadına görə də formalaşırdı. Şəkər dediyinizdə hər kəsin ağlına nə gəlir? Karamel. Karamel gəlir. Bəli. Karamel demək bir çox müasir şirniyyatında əsas tərkib hissəsidir. Bəli. Hətta mən də 6 yaşından karamellə işləməyə başlamışam. Yəni şəkər xoruzu hazırlayıb qonşu uşaqlarına paylayırdım. Hətta indiyə qədər də məni tanıyan qonşular hər zaman söyləyirlər ki, şəkər xoruzundan başlayıb gör haralara kimi sən gəldin çatdın. Yəni karamel də mənim üçün çox doğma və əzizdir. Karamelin hazırlanması çox çətin bir şey deyil. Bir dərəcəyə qədər yandırılır, hazırlanır və buna da məhz mis qazan istifadə olunur. Sizə bir hekayənin içində bir hekayə də danışım. Mənim ilk fransız şefimin də belə bir qazanı var idi. Hər zaman onu istifadə edirdi. Düşünürəm ki, peşəkar mətbəxdə mütləq ki, hər kəsdə bu mis qazandan var. Niyə məhz mis qazan, Zərifə xanım? Çünki mis qazan istiliyi bərabər ötürdüyü üçün və yapışmazlığı da az olduğu üçün karamel rahat hazırlanır. Ona görə də mis qazan istifadə olunur. Bölümün əvvəlində sizə bal barədə məlumat vermişdim ki, təbabətdə baldan geniş istifadə olunurdu qədim dövrlərdə. Bəs sırf karameldən hal-hazırda müasir tibbdə necə istifadə olunur? Karamelin şirinliyini bəzi acı otların dadlarını itirmək üçün 1899-cu ildə Karl Solgan ixtira edir. Nəyi? Bugünkü strepsisləri. Niyə? Çünki onun qızı xəstələnir və acı dərmanları içməkdən imtina edir. Və bir sir də açım ki, bugünkü öskürək dərmanları siropla olan, o da onun da ixtirasıdır. Rəna xanım, bölümümüzdə tarix haqqında danışdığımız inqrediyentlərdən bugün süfrəmizdə, xonçamızda nələr görürük? Nələr görə bilirik? Misir mətbəxindən bizə gələn çörəkləri təbii ki, ballı çörəyimiz, gavalı, qozlu çörəyimiz və qədim Romanın Livnum olan atası sayılan şəkər cheesecake-ə bənzər Oreo cheesecake-imiz var. Bal tərkibli ballı tortumuz var. Ölkəmizdə ən sevilən tortlardan biridir. Və mənim ən sevdiyim şokoladlardır. Karamelli içliklərinə, qəhvəli içliklərinə və təbii ki, ən sevdiyimiz karamelli qəhvəmiz var. Və
hər kəsi burada gözləyirik və bu şirniyyatlar sizi gözləyir. Rəna xanım, ilk bölümümüzdə şirniyyatların tarixi haqqında danışdıq. Bəs gələcək bölümümüzdə nələrdən danışacağıq? Mən də Şəhrizad kimi sizi şirin intizarda saxlayacağam. Odur ki, bizi izləmədə qalın.